Bugün Prezident İlham Əliyev tərəfindən milli qəhrəman adı ilə təltif olunan Pəncəli Nurməmmədoğlu Teymurov 2016-cı il aprel döyüşlərində şəhid olub. Oxu az xatırladır ki, Gizir Pəncəli Teymurov xüsusi təyinatlı, erməni hərbiçilərini lərzəyə gətirən hərbçi kimi xarakterizə olunur. Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüt kəndində anadan olub. 1986-98-ci illərdə Astara rayonu Asxanakaran Komorta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan xüsusi təyinatlı qüvvələrinin kəşfiyyatçı diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girib və döyüş dostları Murad Mirzəyev, Samit İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib. Aprelin 3-də son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhadətə yüksəlib. Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüt kəndində aprelin 11-də dəfn olunub. Onun məzarı hər il minlərlə şəxs tərəfindən ziyarət olunur. Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli 2015-ci ildə işğal altında olan ərazilər